Xocalıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Doğru Xəbər Azərbaycan bildirir ki, hadisə zamanı Azərbaycan Mina Təmizləmə Agentliyinin əməkdaşı Elnur Rüstəmovun idarə etdiyi yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində həyatını itirib. Elnur Rüstəmov əslən Füzuli rayon sakinidir və Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyində sürücü işləyirmiş. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Anamada onun ölümü ilə bağlı məlumat yayıb. Əldə etdiyimiz son məlumata görə qəza zamanı həyatını itirən Elnur Rüstəmov ailəlidir və 3 övladı var imiş. Allah rəhmət eləsin. Sabunçu rayonunda evdən meyit tapılıb. Qafqaz İnfo bildirir ki, Maşağı qəsəbə sakini 1995-ci il təvəllüdlü Rəşad Sultanoğlu Hüseynov evdə naməlum səbəbdən həyatını itirib. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır. Zirə qəsəbəsində isə 56 yaşlı kişi avtomobildə ölüb. Ötən gün Bakı şəhər sakini 1970-ci il təvəllüdlü İbrahim Əli Fəttaoğlu Səttarov idarə etdiyi Vaz 21011 markalı avtomobildə ürək çatışmazlığından dünyasını dəyişib. Baş vermiş faktla bağlı araşdırma işlərinə başlanılıb. Paytaxtın Xəzər rayonunun Şağan qəsəbəsində qətl hadisəsi törədilib. Doğru Xəbər Azərbaycan APA TV istinadən xəbər verir ki, ötən gün axşam saatlarında 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi əmrində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub, faktla bağlı araşdırma aparılır. Goranboyda 63 yaşlı kişini maşın vuraraq öldürüb, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Zaur Hüseynovu vurub, piyada Gəncə şəhərində yerləşən xəstəxanaya aparılarkən yolda həyatını itirib. Baş vermiş faktla bağlı Goranboy rayon polis şöbəsində araşdırma aparılır. Şəmkirdə qətl hadisəsi baş verib. Şəmkir rayonunun Qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızının balta ilə qətlə yetirildiyi açıqlanıb. Onun oğlu 1993-cü il təvəllüdlü Allahverdiyev Anar Natiqoğlu cinayəti törətməkdə təqsirli bilinir. Oğlun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir. Məlumata görə Allahverdiyev ruhi əsəb xəstəsidir. Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. Məlumata görə oğlu tərəfindən baltalanaraq qətlə yetirilən 66 yaşlı qadın orta məktəb müəllimi olub. Mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Ötən il yaşla bağlı əmək pensiyasına çıxıb. Məlumata görə oğul anasını öldürdükdən sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır. O da qeyd olunub ki, anasını qətlə yetirən Anar Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub. O bir neçə dəfə iş üçün imtahan versə də qəbul ola bilməyib. Sonuncu dəfədə verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi hadisəni də bu zəmində törətdiyi açıqlanıb.